200. Vay. Salam müəllimlər, axşamınız xeyir. Deməli, bu günə sertifikasiya suallarını demişdim izahını eləyəcəm. Həm də bu suallardan bir ümumi təkrar edək. Deməli, müəllimlər, birinci sualda informasiyanın xassələri. Demək olar ki, hər imtahanda bu sualı görürük. İnformasiyanın xassəsi ya da alqoritmin xassəsi. İnformasiyanı müəllimlər bəzi ədəbiyyatlarda 5, bəzilərində 6 xassə ayrılırlar. Xassələr çoxdur, amma bizə lazım olanları qeyd edim. Deməli, birinci xassəsi obyektivlikdir. Obyektivlik xassəsi deyəndə informasiyanın hər kəs tərəfindən qəbul olunması nəzərdə tutulur. Qəbul və doğru olan informasiya olur obyektiv informasiya. İkincisi tamlıq xassəsidir. Tamlıq xassəsi odur ki, informasiya ə, tam olmalıdır. Şu tərifi də belə ki, kifayət qədər məlumat varsa, deməli bu tam informasiyadır. Daha sonra müəllimlər və digəri bu varianta görə etibarlı xassəsidir. Bunun da tərifi odur ki, ayrı-ayrı mənbələrdən alınan informasiya üst-üstə düşürsə, deməli informasiya etibar. Bunlardan əlavə olaraq aktuallıq xassəsi var. Aktuallıq. Cari zamana uyğun olan informasiya aktual informasiyadır. Aktuallıqdan əlavə anlaşıqlı informasiya var. Anlaşıqlı xassəsi var daha doğrusu. Başa düşülən informasiya olur, anlaşıqlı informasiya. Bir də adekvatlıq, buna abituriyentdə yox, amma MIQ sertifikasiyada adekvatlıq xassəsi istifadə oluna bilər. Modelin adekvatlıq, modelin xassəsində də qeyd edirik. Adekvatlıq nədir? Uyğunluq dərəcəsi. Yəni gördüyümüz işlə məqsədimiz üst-üstə düşürmü? Bunu deyirik uyğunluq, yəni adekvatlıq xassəsi. Bunlar oldu informasiyanın xassələri. Obyektivlik, tamlıq, etibarlıq, aktuallıq, anlaşıqlıq, adekvatlıq. Sonra müəllimlər digər variantlarda isə burada olur B, D, Y. İşarələrinizi plus minus qoyarsınız, sonda neçə düz, neçə səhv olduğunu yazarsınız, zəhmət olmaz. Sonra müəllimlər A variantında yazılıb müəyyənlik, diskretlik, sonra nəticəlilik xassəsi var, nəticəlilik, bir də kütləvilik xassəsi. Bunlar isə alqoritmin xassəsidir, kütləvilik. Müəyyənlik, diskretlik, nəticəlik, kütləvilik. Müəyyənlik xassəsinin digər bir adı determinliyidir. Sualınız olarsa.
verərsiniz. Müəyyənlik xassəsinin digər adı determinlikdir və tərifi də belə idi ki, aydın, dəqiq, birmənalı olmalıdır. Diskretlik alqoritmin addımlarının sonudur. Bir addımın bitməsi digərinin başlaması ilə nəticələnir. Belə bir cümlələr olur. Diskretlik addımların sonudur. Nəticəli isə alqoritmin sonudur. Yəni sonda nəticə alınmalıdır. Hər ardıcıllığa alqoritm adlandırmırıq. Sonda nəticə alınan ardıcıllığa alqoritm deyilir. Sonra dördüncü xassəsi isə kütləvilik idi. İki cür şərti var idi. Bir tipdə olan məsələnin həlli həmin tipdə olan bütün məsələnin həlli üçün yararlı olmalıdır. Bir də alqoritm ilə tərtib olunmalıdır ki, hamı istifadə edə bilsin, başa düşsün. Daha sonra ikinci sualda müəllimlər Sezar üsuluna görə sürüşdürmə əmsalı k bərabər 4 olarsa verilmiş sözün şifrəsini tapın. Sözü təxmini yazmışam, yəni kimin yadındadsa qeyd edə bilər. İnformatika sözü verilib. K bərabər 4. Əlifba məsələnin özündə verilir. İ hərfindən sonra dördüncü yerdə gələn hərf. İdən sonra İ'nin özü sayılmır. 1, 2, 3, 4 düşür M hərfinə. Deməli, İ'ni biz şifrələyəndə M ilə şifrələyirik. Daha sonra N hərfi 4 addım müsbətdir sağa doğru. 4-dən sağa 1, 2, 3, 4 düşür R hərfinə. Sonra F hərfindən 4 addım sağa 1, 2, 3, 4 J hərfinə düşür. O hərfindən 4 addım sağa S-ə düşür. R-dən sonra 4 addım S, T, U, V. M-dən sonra 4 addım Q hərfinə düşür. A-dan sonra 4 addım E-yə. Burada da E yazılmalıdır. T hərfindən sonra 4 addım. Əgər əlifba bitərsə, təzədən başa qayıdır. T hərfindən sonra 4 addım X-dədir. İ hərfini bayaq tapdığım hərfi idi və bir də K hərfi. K-nın da kodu düşür O hərfinə. Belə bir kod ardıcıllığı adlanır. İndi variantlar qeyd etməmişəm. Bu ardıcıllığa uyğun variant seçilir. Üçüncü sualda müəllimlər alqoritm sual olub, tam yazılmayıb, təxmini qeyd etmişəm. Alqoritm sualı S64-də başlanğıc qiymət tələb olunur. Bu tip suallar biz topluda işləyirdik. Deməli, ilk addım nə idi? Dövrün sayını tapmaq idi. Buna uyğun topludan bir suala baxaq, təkrar olsun. Cavabı 8 idi. Hansı sual deyir? Alqoritm deyirsiniz. Üçüncü sualda tamam. İndi orada sualı tam yazmamışam ona göre bir şey diyebilmiyorum. Və hər imtahanda da müəllimlər o tip sual salınır. Hansı ki son qiymət verilir, başlanğıc qiymət istənilir. Məsələn, tutaq buradakı sualların birinə baxsaq. Bəli, o sualı yarımçıq verilib. Sadəcə cümləni yazmışam ki, bu tipdə suala baxaq dərsdə bir yada salaq. Məsələn, bu suallardan birini yazmaq olar. Baxın, bu sual oxşuyur. Düzdür, şərti elə belə əvvəldən düz gəlir. Qeyd edir, alqoritmin blok sxemə əsasən S dəyişənin 64 qiyməti çap olunub. Buna əsasən N dəyişəninə daxil edilə biləcək qiyməti tapın. Yəni, müəllimlər giriş qiymətini istəyir, başlanğıcı istəyir. Birinci addım bu tip məsələlərdə dövrün sayını tapmaqdır.
Burada çoxda sualdan hər imtahanda da salınır. Mix, sertifikasiya ya abituriyent fərqi yoxdur. S dəyişəni 64 qiyməti çap olunub. Elə buna görə biz dövrün sayını tapa bilərik. S-in sondakı qiyməti 64 alınıb. Axı S-in başlanğıc qiyməti 1 idi. Necə oldu ki, sonda 64 alındı? Onda sırf baxın S-lərə baxır. S 1-dir, 64 olub. Bəs S necə dəyişib 64 olub? S-i hər dəfə 4-ə vurmaqla. Biri neçə dəfə 4-ə vursaq 64 alınır. 4 üstü D yazaq. D da burada dövrü göstərsin. Yəni neçə dəfə dövr edib 4-ə vursun ki, sonda 64 eləsin. 64 də 4-ün kubudur. Deməli 3 dəfə. Biri 3 dəfə hər dəfəsində 4-ə vurarsa 64 alınır. Dövrün sayı oldu 3. İkinci addım nədir müəllimlər? İkinci addım bu dövr sayını verilən dövr sayını dövrdə olan digər əmrə də tətbiq etmək. Yəni sadəcə 3 dəfə dövr edəndə sadəcə S hesablanmır ki, hər dəfə də bunu hesablayırıq. N bərabər N plus hər dəfə N-in üzərinə 9 gəlir. Bir dəfə fırlana gəlir, bir də üstə 9 gəlir. 3 dəfə dövr edir. Hər dəfə də 9 artırırsa bu 27 vahid. 3 dəfə 9 27 vahid artmış olur. Sonra müəllimlər üçüncü addım nədir? Demək, bunların dövrün sayını tapdıq, dövrdə olan digərinə tətbiq etdik və üçüncü dəfə, indi 3 dəfə bu dövr etdim. Sonda nə etməlidir? Sonda dövrdən çıxması üçün şərtə yox deyib çıxmalıdır. Sonra şərti yoxlayırıq. N, N-in son qiyməti budur. N üstəgəl 27-dir. Kiçikdirmi 100-dən? Bu şərtə yox deməlidir ki, bitsin. Yoxsa hə desə 64-ü bir də 4-ə vurar 256 edir. Amma şərtdə deyir S64 olsun. Demək bu şərtə yox deyil. Sual versək n üstəgəl 27 100-dən kiçikdirmi? Yox cavab alarıq. Bəs 100-dən kiçik deyilsə, deməli 100-dən böyük ya da bərabərdir. Bərabərliyi də unutmayın. N də böyük bərabər 100-dən 27 çıxanda qalır 73. 27, 100-dən 27 çıxanda 73. Şərtdə istəyir n-in ən kiçik qiyməti. Baxın, n bərabərdir 73 ala bilər. 73-dən böyük bərabər 74 ala bilər, 75 və s. Ən kiçik qiyməti istədiyinə görə ən kiçik qiymət 73-dür. Və müəllimlər, əgər ən böyük qiymət istəsəydi necə olardı? Bu şəkildə tapırıq. Qayda yenə dəyişmir. Dövr sayı, sonra dövrdəki digər əmrə tətbiq etmək və şərtə yox deyib çıxmaq. Üsul eynidir. Sadəcə ən böyüyünü istəsəydim, ən kiçik qiymətin üzərinə ən kiçik qiymət n-indir. N də 9 artır. Ən kiçik qiyməti 8 vahid artırıb, deyərdik 81 alınır. Aha, göstərəcəm onda, tamam. Əgər kiçik bərabər olarsa, onda 100-dən 27 çıxarıq olar 73-dən kiçik bərabər. Ən böyüyü 73 olar. Ən kiçiyini də tapmaq üçün 8 vahid azaldarsınız. Yəni, bu qayda orada da keçərlidir. Deməli, ən kiçik qiyməti tapıldı 73. Elə bizdən ən kiçiyi istənilir, olur 73. Əgər ən böyüyünü istəsəydi müəllimlər, burada n 9 artırsa, 73 axı n-in qiymətidir. N-ə baxırıq, S-ə yox. N 73 alırsa, ən böyüyünün digər sərhəddini tapmaq üçün də 73-ün üzərinə burada 9 yox, 8 əlavə edərdik. Çünki 9 əlavə etsək, özünüz yoxlayın, bir 9 əlavə edəndə görəcəksiniz ki, 3 dəfə dövr eləmədi. Yəni, sonda 64-ü almadı. Başqa qiymət 16-nı aldı. Ona görə bir vahid az olmaqla əlavə olmur. Baxın, kənar bir sual yoxdur. Keçdiyimiz tapşırıqlarda o sualı da işləmişik. Həm Pythonla, həm alqoritmlə, Koderadan da. Pythonda da o tip suallar olur. Sonra dördüncü sual yenə toplu suallarıdır. Alqoritmin icrası nəticəsində mexaniki səhvlər olub. Nəticəsində x dəyişəni 15 qiyməti almışdır. Yəni sonda x-in qiyməti olub 15. Aha, 3 alıbsınız. Bəli, miqdən rahat düşür. Miqdə biraz
Daha mürəkkəb olur. Biraz yox, daha mürəkkəb olur. 3 yazıbsınız müəllimlər, tamam. Aha, yoxlayaq. Görək sonda hər kəs 3 yazır. Görək 3 alınırmı? Alqoritmin icrası nəticəsində x dəyişəni 15 qiyməti almışdı. Yəni ən sonda 15 qiymət alıb. Y-in ilkin qiymətini tapın. Demişdim bu şəkildə onda məsələn y-ə bir A-dan B-dən nəsə deyil. Y bərabər A yazaq və x bərabər y-in üzərinə y A-nın üzərinə 5 əlavə edək. Olur A plus 5. Sonra x bərabərdir. X-i 2-yə bölür. X-in qiyməti A plus 5-dir. Bunu bölür 2-yə. Sonra x-in üzərinə 3 əlavə edir. X qiyməti köhnə silinir artıq. Yeni qiyməti yazırıq. A üstəgəl 5 bölünsün 2 x-in qiymətidir. Üzərinə də 3 əlavə edir. Sonra x bərabərdir. X-in üzərinə 8. X-in yeni qiyməti budur. Yəni A üstəgəl 5 bölünsün 2 plus 3. Üstədə 8 əlavə edir. Alınır 15. Olur A üstəgəl 5 bölünsün 2. 8-dən 3 11, 15-dən 11 çıxanda 4 qalır. A plus 5 bərabər 4 dəfə 2 8, A da bərabərdir 3-ə. Deməli, A-nın qiyməti oldu 3 və gətirib yerinə yazırıq. A-nın qiyməti 3-ə bərabərdir. Bəli, müəllimə, doğru tapırsınız. Magistr suallarına xeyr baxmamışam. Magistrdə yox, digər mövzuları bilmirəm, amma mix səviyyəsindən mix mövzuları ilə fərqlilik var. Mövzular orada daha az düşür. Python yoxdur, HTML yoxdur. Ən əsası Python yoxdur orada. Sonra müəllimlər 5-ci sual. 5-ci sual keçən il burada suallara baxdıqsa müəllimlər elə suallar vardı, keçən ilin sertifikasiya sualları ilə demək olar ki, oxşar idi. Yəni mənə müəllimlərin atdığı suallara baxdım, hətta birə-bir eyni olanlar var idi. Deməli, info sözü yazılıb. Kursor ilk info sözündən sonra yerləşdirilib. 2 dəfə backspace, 2 dəfə sağ ox düyməsi ardıcıllıqla bir neçə dəfə sıxılır. Bu iki əmri cəmi neçə dəfə sıxılarsa, sonda 2 dənə info sözü alınır. Neçə yazıbsınız müəllimlər? Qeyd edeyim. Aha, 2, 4. Bəli, 2 və 4 var cavablarda. Tamam. Deməli, müəllimlər belə bir söz yazılıb. Və kursor ilk info sözündən sonra yerləşdirilib. Aha, bir neçə dəfə. Tamam. Burada müəllimlər ilk info sözündən sonra yazılıbsa, yəni buradadır. Kursor burada yerləşir. 2 dəfə backspace düyməsi. Backspace düyməsi demək birinci dəfə əmrdir. Backspace düyməsi 2 dəfə sıxılır. Backspace sola doğru, delete isə sağa doğru silir. Sola doğru silirik. 1, 2. 2 dənəsi silindi. Sonra 2 dəfə də sağa ox düyməsi sıxılır. Sonra 2 dəfə də sağa ox düyməsi sıxılır. Sağa ox, 2 simvol sağa doğru keçir. Kursor hal-hazırda buradadır. 1, 2. Yəni keçdi bu hissəyə. Bu müəllimlər birinci dəfə ardıcıllıq. Yəni ardıcıllıq birinci dəfə sıxıldı. 2 dəfə backspace, 2 dəfə də sağ ox düyməsi. Birinci ardıcıllıq bitdi. İndi keçək ikinci ardıcıllığa.
İkinci ardıcılıqda təkrar bir də, iki dəfə backspace, onda kursor hal-hazırda buradadır. İki dəfə backspace sıxanda N və i-ni silir. İki dəfə də sağa ox düyməsi. Bir dəfə də bura keçir, ikinci dəfədə isə bu hissəyə keçir. Olur, o və i-nin arasında. Onda müəllimlər birinci dəfədə fonu sildi. İkinci dəfə həmin düymələri təkrar sıxanda ini sildi. Ümumilikdə bu info sözünü sildi. Deməli iki dəfə bu əmrlər ardıcıl sıxılarsa, yəni birinci dəfə backspace və sağa ox, ikinci dəfə bir də backspace və sağa ox. İki dəfə sıxanda info sözünü sildi. Yəni bir dənə sözü sildi. İki dəfə sıxanda. Bəs neçə dəfə sıxmaq lazımdır ki, burada cəmi 4 dənə info sözü var. Neçə dəfə sıxmaq lazımdır ki, sonda 2 info qalsın. 4 dənə infodur, sonda ikisi qalıbsa, deməli 2 söz silinir. 2 söz silinir. 2 dəfə sıxanda 1 dənə info silinirsə, deməli 4 dəfə də sıxılarsa 2 dənə info sözü silinəcək. Deməli, birinci dəfədə info sözünün bir hecasını sildi, ikinci dəfədə digər hecasını. İki dəfədə ümumi info sözü silinmiş oldu. 4 dənə sözdən axırda ikisi qalıbsa, deməli iki söz silinib deməkdir. 2 dəfə sıxanda bir info silinirsə, 4 dəfə də sıxanda, yəni təkrar bir də, üçüncü dəfə backspace sağa oxu sıxsa bu infonu siləcək. Sonra təzədən dördüncü dəfə backspace və sağa oxları sıxsa ini siləcək. Nəticədə info deyə iki söz qalır. Deməli, hər dəfə iki infonu silir. Hər dəfəsində, iki dəfəsində bir infonu silir. Ümumi 4 dəfə sıxılarsa, iki söz ekrandan silinmiş olacaq. Sual yoxdursa dəyişirəm. Cavab 4 oldu. 4. Çünki iki söz qalıb orada. Sonra müəllimlər 6-cı sualda dil kodu haqqında doğru fikir nədir? Cümlələr yox idi deyə sadəcə şərtini yazmışam. Burada aha, nə yazıbsınız? Bir sətr, üç sütun, tamam. Burada TR sətri göstərir. TR ilə başladı, TR ilə də bitdi. Bəli, bir dənə TR cütü var. Deməli, bir sətr var. Bir sətr. T'de başladı, bitdi 1, başladı, bitdi 2 və başladı, bitdi 3. 3 dənə də xana var. Yəni 3 sütun deyə bilərik. Deməli, cəmi 3 sütun yazım bunu. 3 sütun. Deməli, bir sətr, 3 sütun, yəni cəmi 3 xanadan ibarət. Doğru fikirlər bu ola bilər. Bir sətirdir, 3 sütundur, xana sayı 3 dənədir. Başqa doğru fikir burada demək olmaz. Yəni TED-in yazılışı doğrudur, heç bir yanlışlıq yoxdur. TR yazılan sətri göstərir. TD yazılan xana daxilini göstərir. Xananın məzmunu. TH yazılan sütun başlıqlarıdır. TH. Ümumiyyətlə bu cədvəldədir. Cədvəl yaratmaq üçün də table teqindən istifadə edilir. Yaxşı, məmnun. Sonra 7-ci suala nə yazıbsınız? Sadə bir Python sualı. Aha, eyni variantlar. B, A, D, C. Tamam. Count. Count bəli saymaq da özü də istəniləni sayırdı. Hansını tələb edirsə onu sayırdı. Replace əvəz etmədir. Birinci gələni ikinci ilə əvəz edirdi.
Append əlavə etmədir. Bəli, C-dir. Delete də silmədir C. Düzdür. Bəs müəllimlər əlavə etmə 2 də nə idi? Digəri nə idi? Zətdə qeyd eləyin. Əlavə etmə digəri nə idi? Aha, bəli müəllimlər. Digər əlavə edən append sona əlavə edirdi. Insert nömrələyir əlavə edirdi. Bəs müəllimlər delete silirdi. Digər silmə hansı idi? Bəli, insert indeksə görə əlavə edir. Nömrələyir. Həmin nömrəyə də əlavə edir. Aha, delete də nömrələyib silir. Bəli, digər silən isə müəllimlər remove idi. Düzdür. Remove isə nömrələmə yox idi. Bəli, ilk elementini, ilk rast gəldiyi elementin özünü silirdi. Delete-dən nömrələyirdik, həmin nömrəyə uyğun silirdik. Amma remove-da ilk rast gəldiyi elementin özünü birbaşa silirdi. Düzdür müəllimlər. Yaxşı. 8-ci sual bircə dəqiqə bunu yadımdan çıxdı, yazmadım. Görüm axırda yazmışam mı? Müəllimlər yazmamışam. Şəkil atmışdılar. Onu bir dənə yazım. Bir dəqiqə. If elif sual idi. Buradan qeyd edeyim, yadımdan çıxıb yazmamışam. Python dilində yazılır, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. N24, C0-dır, if, əgər N-i 2-yə böləndə bərabərdirsə 0-a, C bərabər C plus 2, if N bölünsün 3 bərabər 0, C bərabər C plus 3, else müəllimlər bunu yazdım. 2-3 dəqiqə vaxt verəcəm. Birinci siz baxın, sonra izah edin. Bu sual müəllimlər bir neçə dəqiqəlik 33-dür. 36-da izah edəcəm. 2-3 dəqiqəlik siz baxın. Çatda nəticəni yazarsınız çat bölməsinə.
Deməli, müəllimlər eyni variant yazırsınız. Enin qiyməti başlanğıc 24-dür. C-də 0-dır. 24-ü 2-yə böləndə, burada 24-ü 2-yə böləndə qalıq 0-dırmı? Bəli. İfə hə deyildisə, onunla eyni sırada olan EC-yə keçirilir. Daxil oluruq. C bərabər C-nin üstə 2 gəlir. C 0-dır, olur 2. Köhnə silinir. Və ifə baxılır. 24-ü, n dəyişməyib. 24-ü isə böləndə qalıq 0-dırmı? Düzdür. C-nin üstə 3 də gəlir. C 2 idi, üstə də 3 gələndə 5. Və müəllimlər, burada bu iflər, bu if alt-alta iflərdir. Ona görə bu iflər yoxlanılmalıdır. En 24'tü. 24'ü 4'e böldü. Qalıq 0'dır mı? Düzdür. C'nin üstə 4 gəlir. 5'dir. 5'in üzərinə 4 gəlir, olur 9. Və alt-alta ibtidayi digərinə də baxılmalıdır. 24 6-ya böləndə qalıq 0'dır mı? Bəli. C'nin üstə 1 gəlir. 9'un üstə 1 gəlir, olur 10. Və print C-ni, yəni sonda print 10'u çap etmiş olur. Bəli, nəticə oldu 10. Sonra müəllimlər digər sualda bir dəqiqə 8-i qeyd etdik. 9-da yalnız çıxış qurğularını istəyir. Nə yazıbsınız 9-cu suala? Aha, qurğular, bəli, giriş, çıxış, bir də həm giriş, həm çıxış qurğuları var. Yalnız çıxış qurğuları olur printer. 1, 4, 5 yazırsınız. Bəli, müəllimlər. 1, 4, 5 printer, plotter, proyektor. Kamera girişdir. Digitizer qrafiki planşetin digər adıdır. Bu da giriş qurğusudur. Çıxış qurğularından printer, plotter, proyektor, səs ucaldan, monitor. Bunlar aiddir çıxış qurğuları. Giriş qurğularına hansılar aid idi? Giriş qurğularına hansılar aiddir? İkisini yazıb. Digərlərini siz yazın. Bəli. Deməli, aha, bəli, web kamera ilə planşetdə, qrafiki planşetdən əlavə, bəli, klaviatura, mouse, skaner, mikrofon, bəli, müəllimə, bunlar olur giriş qurğuları. Bir də həm giriş, həm çıxış qurğuları var idi. Bunlara da aid idi modem, sonra stereo qulaqçıqları. Bunlar aid idi həm giriş, həm də bir də sensor ekran. Həm giriş, həm çıxış qurğularına aid idi. Düzdür müəllimlər, 9-da olur cavab 1, 4, 5. Yəni sensor ekran həm giriş, həm çıxış qurğusu. Sonra müəllimlər 10-cu sualda. Bir dəqiqə sonuna görüm əlavə etmişəmmi? Yox. 10-cu sualda müəllimlər qraf A təpəsindən C təpəsinə neçə müxtəlif yolla getmək olar? Buna da uyğun yenə dimdən sual göstərim. Məsələn, tutaq 7-ci sual olsun. A təpəsindən A şəhərindən E şəhərinə getmək üçün neçə müxtəlif yol var? Üsul eynidir. Deməli, ilk başdan çıxanlara bir qeyd edirik. Ox olmazsa müəllimlər, oxsuz olarsa, yəni sadəcə til olarsa, onda bir-bir baxmalıyıq. Elə sual olanda da qrafı sadə verirlər, belə mürəkkəb vermirlər. Amma oxla olduqda ilk başdan çıxanlara bir qeyd olunur, hamısını. Birini yazıb digərini saxlamayın, sonra yaddan çıxır o. B-yə daxil olan tilin sayı bir dənədir. B-dən çıxanlara 1 yazır. Sonra müəllimlər C-yə gələn, bunu nömrələməmişəm. Ona görə hələ C-ni tapmaq olmaz. Keçirik E-yə daxil olan 1-dir. E-dən çıxan tillərin hamısına 1 yazılır.
D-yə daxil olur 1, 2. 2 yol var. D-dən çıxanların hər birinə 2 yazılır. Sonra C-yə daxil olan 1, 1, 2, 2 də bu 4. C-dən çıxanlara 4 qeyd olunur. F-ə daxil olur. Üstəki rəqəmlər önəmlidir. 1 ilə 4. Yəni cəmi 5 yol var. F-dən çıxanların hər birinə 5 yazılır. H-a daxil olan tilin sayı 1-dir. H-dan çıxanlara 1 yazır. C şəhərinə buradan 5, bu 4, 2, 1, 1. Cəmi 9, 11, 12, 13. 13 yol var. Buradan çıxan tilin üzərinə 13 qeyd edirik. İ şəhərinə 5-i, 13-ü və 1-i. 18, 19. İ-dən çıxanlara 19 qeyd edirik hamısına. J'yə gələn 19-dur, J-dan çıxana 19, K-ya gələn 19-dur, K-dan çıxana da 19 yazır. Və sonda elə daxil olur 19, 19, 19. 3 dənə də 19 alınır 57 yol. Keçən ilin MİQ-ində bu tipdə bir sual var idi. Özü də yəni o qədər də sadə çəkilməmişdi. Belə mürəkkəb sual idi. İmtahanda düşəndə məcbur olub onu yəni vərəqdə çəkməli, yoxsa belə çaşdırır. Diqqətli oluruq ki, xəttin birini arada itirməyək. Deməli, 10-cu suala da aid nümunə izah etdim. Sonra müəllimlər aktiv şəbəkə avadanlıqları, bir də şəbəkə texnologiyaları. Aktiv şəbəkə avadanlıqları hansılar idi? Çatda qeyd edeyim. Aktiv şəbəkə avadanlıqları hansılardır? Şəbəkə texnologiyaları hansılardır? Hı. Şin, halqa, ulduz onlar topologiya idi, texnologiya deyildi. Bəli, aktivlər. Aha, bəli, müəllim. Avadanlıqlar, şəbəkə avadanlığı iki cür idi. Aktiv bir də passiv şəbəkə avadanlıqları. Bəli, passivlərə aid idi kabellər. Koaksial kabel, optik kabel, sonra sarınmış cüt kabel, EJ45 bağlayıcısı bunlar passivlər idi. Burada isə aktiv şəbəkə avadanlıqlarını istəyir. Aktiv şəbəkə avadanlığına məsələn NIC şəbəkə kartı aiddir, hubdır, bəli, switchdir, e, körpüdür, ruturdur, şlüzdür. Bunlar aid olur, bəli, aktiv şəbəkə avadanlıqları, yəni aktiv qurğulara bunlar daxildir. Şəbəkə texnologiyalarına, bəli, Vmax, Wi-Fi, Li-Fi, Bluetooth bunlar aid idi şəbəkə texnologiyaları. Avadanlıq deyəndə qurğular, modem kimi qurğular, hubdır, switchdir bunlara aiddir. Texnologiya deyəndə Wi-Fi, Bluetooth, Li-Fi bunlara aid olunur. Gözləmənlər. Sonra 12-yə nə yazıbsınız? 12-yə hansı variant? Daha doğrusu hansı ədəd? Aha. 26, 16. Deməli, burada müəllimə birinci vergüllə yazıldıqda birinci qiymət alır, ikinci dəyişən ikinci ədəd alır. Yəni A-nın qiyməti 3-ə bərabərdir, B-nin qiyməti 8-ə, C isə 6-ya. Bu yazıda bərabərliyin sol tərəfi olduğu kimi qalır. A bərabərdir B.
B-nin qiyməti isə qiymət sağa yazılır 8. Bəzən çaşıb burada oxuyurlar ki, A bərabərdir B, yox deyirik, A bərabər deyil B. Burada if yazılmayıb, axı biz şərtə ya hə, ya yox deyək. If yazılmayıbsa, bərabərliyin sol tərəfini saxlayıb, sağ tərəfinə qiymət nədirsə onu yazmalısınız. A bərabər 8 və yeni qiymət alınanda köhnəni silin. Sonra yenə eyni qayda C bərabərdir A-ya. A-nın yeni qiymətini yazırıq, yəni 8-i. C-nin köhnə qiyməti silinir. Daha sonra B bərabərdir A. A-nın ən son qiyməti 8-dir, köhnə qiyməti silinir, yeni qiymət aldı. A bərabərdir, A-nın üzərinə 2 gəlir. A 8-dir, 8-in üzərinə 2 gələndə olur 10. A-nın köhnə qiyməti silinir. Çapda isə A üstəgəl A-nın ən son qiyməti 10, B-nin qiyməti 8, C-nin son qiyməti isə 8-dir. Bunları da topladıqda bəli müəllimlər cavab olur 26. Çapda nəticəsi olur 26. 26-nı çap edəcək. Düz yazmışdı. Sonra 13-cü suala nə yazıbsınız? Bəli müəllimlər, kodlaşdırmanın ən sadə tip suallarındandır bu sual. 256 rəngçaları var. Sadəcə biz orada enin və inin adlarını bilməliyik. Rəngçaları nəyi göstərir? Rəng dərinliyini nəyi göstərir? En bərabər 200-lü il üstürü. Rəngçaları dedikdə enin qiymətidir. Enin 5 müxtəlif adını qeyd etmişdim. Rəngçaları, rəng sayı, sonra simvollu əlifba, əlifbanın gücü, əlifbanın qüvvəti, bunların hamısı enin adları idi və dərsdə qeyd etmişdim ki, onları bilin, çünki testlərdə hamısından istifadə olunur. Hər üç adın içindən də. 5 adın daha doğrusu. Rəng dərinliyi isə inin adı idi. İyə bizə dənə ad verilir. Rəng dərinliyi bəzi kitablarda tərtibdə olur. Təsadüfən o sualı görürük. Riyaziyyata əsasən 2-nin qüvvətinə tərtib deyirlər. Rəng dərinliyi adlandırırıq ini. Rəng dərinliyi də mənası bir simvolun yaddaşda tutduğu yerdir ya da bir pikselin yaddaşda tutduğu yeri göstərir. 256 burada 208-dir və inin qiyməti olur 8 bit. Məsələn, sona qədər baxın, birdən burada bit yox, byte yazılar. Onda 8 biti 1 byte deyə yazmalıyıq. Bu sualda cavab olur 8 düzdür. Sonra müəllimlər 14-ü yaza bilirsiniz. Topuda vardı şəbəkə mövzusunda. Sınağa da salmışdım. Aha, yine müxtəlif cavablar var. 128, 16. Şəbəkə ilə ötürülmə zamanı informasiyanın həcmi 256 kilobaytdır. 32 lazım deyil. Niyə? 256 kilobayt sürəti isə bu qədər. Eyni həcmli informasiyanın. Yox, bəli, bəli olar. Şəbəkə ilə ötürülmə zamanı həcmi 256 olan, bəli, düz. Həcmi 256 kilobayt, sürəti isə 32 kilobayt böl saniyədir. Eyni həcmli. İndi bu birincisi idi. İndi ikinci dəfə eyni həcmli, yəni həcm yenə 256 kilobayt. İnformasiyanı 18 kilobit böl saniyə sürətlə 16 kilobit böl saniyə sürətlə neçə saniyə ötürmək olar zaman üstü. Bəli, T bərabər V böl V. H bərabər V böl T. V vur T daha doğrusu. Həcm bərabər sürət vurulsun zaman düsturuna görə. 256
kilobaytdır. Kilobitə çevirməliyik. Ona görə 8-ə vurub kilobitə çeviririk. Bölürük 16-ya. 16 ilə 256 ixtisar edir. 16 qalır. 16-nı da 8-ə vuranda 128 saniyə. Bəli, orada 32 lazım deyil, düzdür. Yox. Baxın, birinci cümlədə 32-yə ehtiyac qalmır. Çünki həcm verilib, sürət verilib. Tamam, biz burada zamanı tapdıq. 256-nı böldük 32-yə. Biri bu məlumatı göndəriblər 8 saniyə ərzində. Sonra deyir, eyni həcmli, həcm dəyişmir, sürət dəyişir. Sürətə görə zamanı hesablayırıq. Heç bunu yazmadan, hesablamadan həcm var, sürət var. Zamanı tapanda alınır 128. Sol tərəfdə zaman nə vaxt olardı? Məsələn, yəni bunu nə vaxt hesablayardıq? Sonda zamanı müqayisə etsəydi. Məsələn, zaman necə dəyişər? Yəni nə qədər artar? Belə suallar olsaydı, deyərdi əvvəlcə 8-dir, sonra 128 olub. Məsələn, 16 dəfə artıb. Ya 120 saniyə artıb. Belə dəyişməni qeyd edə bilərdik. Amma bu suala görə eyni həcm dediyinə görə ehtiyac yox. Sual yoxdursa məlumat dəyişirəm. Tamam. 15-ci sualda nə yazıbsınız? 15 də yenə toplumun Koderanın sualları. Üstü. Benimle o kadar uzun bitinen yazmaktansa kilobayta da çevirip yazabilirdiniz. Elə 218 alsızsa kilobayta çevirəndə 213'e bölüp 11 vurulsun 32 yazmaq olar. Bir variant yoxdur. Variantlarda yəqin ki kilobaytla, ya megabaytla ifadə olunur. Deməli, 130 səhifəlik sənədin başlanğıc və son səhifəsində, yəni 2 səhifəsində 128 rəng çaları eyni 128-dir, i də 7 bitdir. Pikselli şəkil var, yəni n vur n bərabər 512 vurulsun 256. Bunlar aiddir şəklin həcmi. Şəklin həcmini hesablayaq, sonra yerdə qalan cümləyə baxaq. Həcm düsturu m vurulsun ibit. Bərabər m 209, 208 və i də 7 bitdir. Bir də bu şəkil sənədin ilk və son səhifəsindədir. Yəni 2 səhifədədir. 2 səhifədədirsə əlavə olaraq da 2-yə vurmalıyıq. Alınır 218 vurulsun 7 bit. Bir müəllimlər, elə gəlin bunu burada kilobayta çevirək, işimiz asan olsun. Kilobayta keçirəndə 213. İxtisar edir 205, yəni 32 vurulsun 7. Bu da alınır 224 kilobayt. Kilobayt. Deməli, şəklin həcmini hesabladım. Sonra yazır qalan səhifələrdə. Bəs nə qədər səhifə qaldı? 130 səhifənin 2 səhifəsi də şəkil idi. Qaldı 128 səhifə. 16 sətr, 64 simvol askidə. Mətnin həcminə uyğun da bütün məlumatlar verilib. Sətr, səhifə, vurulsun, simvol və vurulsun ibid düsturu. Həcm bərabərdir. Sətr 16 sətirdir. Səhifə 128 səhifə idi. 64 də simvoldur, 206. Və ASCII-də kodlaşdırılıb. ASCII-də də 1 baytdır. Bayaq kilobayta çevirdik, indi də kilobayta çevirək. 210-a bölünür. Bunlar ixtisar edir mənimlə. 207 qalır. Yəni 128 kilobayt. Şəklin həcmi 224, mətnin həcmi 128, ümumi informasiyanın həcmini istəyir. Şəkillə mətnin həcmini toplayır. 128 kilobaytları topladıqda alınır 352 kilobayt.
Siz bitiren uzun qiymətlər alıbsınız. 213-ə vursanız, bəli, siz aldığınızı yazmaq olar. Amma daha rahat odur ki, elə 210-dan böyük qiymət varsa, kilobayta, megabayta hansına uyğundursa ona çevirəsiniz. 352 kilobayt. Şəkli ayrı, mətni ayrı hesablayırıq. Və müəllimlər burada şəklin isi ilə mətnin isini bir-birinə qatmır. Şəkildə bir pikselin həcmini göstər olur 7 bit. Və bu 7 bit şəklə aiddir, mətnə aid deyil. Mətndə isə ASCII, Unicode, simvol, əlifba, mətndə rəngçaları deyilmir axı. Şəkildə yazılır, rəngçaları, rəng sayı. Deməli, mətn üçündə ASCII-də qəbul edirik 1 bayt. Tamam. Sonra müəllimlər 16-cı sual. Bərək, bəli, bərəkdirsə 2-yə vura bilərik. Yox, 2-yə vurmalıyıq. Yoxsa bölməliyik. Bölürük. 128 səhifədirsə, bu 64 vərəq deməkdir axı. 2-yə bölünür. Amma vərəq rastıma çıxmayıb suallarda əsasən səhifə ilə göstərilir. 16-ya müəllimlər nə yazıbsınız? Evet, baxın, aha. Bəli, bölürük. Deməli, 5 qeyd edirsiniz. Burada cəmini onluq say sistemində, ikili say sisteminə çevirdikdə sıfırların sayı nə qədər olacaq? 2 üstü 9 üstəgəl 16-nı 2 üstü 4 yazıb, onun kvadratı yaza bilərik. Plus 7. Olur 2 üstü 9, 4-ü 2-yə vuranda 2 üstü 8, plus 7. Və çeviririk ikili say sisteminə. 2 üstü 9 ədədini ikiliyə keçirəndə 2, 2 üstü 1 demək. 9 da 1'e böldü ilə 9. Bu da 1 düşür. 1 özündən sonra 9 dənə 0. 3, 6, 9 dənə 0. Və müəllimlər, burada 1 yazdıq, 9 dənə 0 düşdüsə, demək burada 1 yazırıq, 8 dənə 0 düşür. 8, 0. 7-ni isə onluqdan, da bunu 8 çıxaq 1, nə bilim, 4 üstəgəl 3 falan yazıb uzatmayın. Və 7-ni onluqdan ikili say sisteminə çevirin. Olur 1, 1, 1. Toplayırıq. 0, 0, 1, 1, 1. Burada 1, 2, 3, 4, 5. 5 dənə 0 olur. Burada da olur 1, 1. Və müəllimlər, ola bilər ki, indi bunun biraz mürəkkəbini deyim. Bu sertifikasiya bəs miqdə düşsə. Miqdə düşəndə götürək burada məsələn 2 üstü 9 yox. İndi biz 9 dənə ədədi rahat düzdükdə. Tutaq ki, yazar 69. İndi 69 dənə 0 yaza bilmirik axı. Onda necə hesablayırıq? Məsələn, birinci bildiniz ki, 2 üstü bu özündən sonra 69 0 deməkdir. Məsələn, digər toplanan 2 üstü 65'dir. Bu da 1, özündən sonra 65 0 deməkdir. Məsələn, sonuncusu tutaq ki, 7-dir. Bu da 3 dənə 1 deməkdir. Bəs bu cür ədədləri toplayanda sıfırların sayını necə tapaq? Ən böyük ədəddə, ən böyük ədəd məsələn burada 2 üstü 9 idi. Ən böyük ədəddə neçə dənə 0 var? 9 dənə 0 var. Onu buradan bilirik. Digərlərində neçə dənə 1 var? Onu çıxmalısınız. Məsələn, burada 1 yazırıq 8 dənə 0, yəni 1 dənə 1 var. Sonuncu ədəddə də 3 dənə 1 var. Birlərin sayını çıxırıq. Deməli, sıfırın sayını tapanda ən böyük ədəddə olan sıfırların sayından digər ədəddəki birlərin, ya 2 olarsa 2-lərin fərqi yoxdur, həmin ədədlərin sayını çıxırıq. Bu da qalır 5. Yəni, belə bir sual düşsə, olsa ki, 269 üstəgəl 265 üstəgəl 7. Desə ki, burada sıfırların sayını tapın. Ən böyük ədəddən bayaqki kimi çevirirsiniz. Görürsünüz, 1, 69 düşəcək. 69 dənə 0. Ən böyük ədəddən çıxırıq. Digərlərindəki birlərin sayını.
Burada bir yazırıq 65 sıfır. Yəni bir dənə 1 var. 7-də isə 3 dənə 1 var. Birlərin sayını çıxanda biz ümumi alırıq 65 dənə sıfır. Demək bu məsələdə cəmi 65 sıfır olacaq. Yəni mürəkkəb məsələ düşərsə, özünüzdən kiçik bir nümunə yazın, 5 rəqəmli, 6 rəqəmli. Ona bir qaydanı tətbiq edin. Həmin qaydanı böyük məsələ üçün də yerinə yetirin. 16-cı sual, 17-yə nə yazıbsınız müəllimə? Demək, aha, baxın, nömrələnmiş siyahı sonuncu mövzularımız idi bu. CBA. Tamam. Nömrələnmiş siyahı, bəli müəllimlər, o. Nömrələnmiş siyahı, bəli, oluydu. Demişdim, bu saitləri ilə yadda saxlaya bilərsiniz. Nömrələnmiş siyahı o, nişanlanmış siyahı u, B variantı, izahlı siyahıda D elidir. Bəs müəllimlər, nömrələnmişlə nişanlanmış siyahının elementləri hansı teqin içərisində yazılırdı? Nömrələnmişlə nişanlanmışın elementləri, bəli, liteqlərinin arasında yazılırdı. Düzdür. İzahlı da DL teqi idi. Termin hansı teqin daxilində idi? Terminin izahı hansı teqin daxilində idi? Bəli, müəllimlər. Terminin özü DT teqi idi. DT. Demişdim, elə T hərfi ilə yadda saxlaya bilərik termin. Slash DT ilə də bağlanır. Terminin izahı isə, bəli, DD teqlərinin daxilində idi. DD teqlərinin. Düzdür müəllimlər. Demək 17-də olur 1-ə C, 2-yə B, 3-ə də A. C, B, A. Sonra müəllimlər 18 hansı fiquru seçəcək bu? Bəli, müəllimlər, çevrə çəkmək üçün istifadə olunur. Necə müəyyən edirdik? Təkrarlanmanın sayını dönmə bucağına vurmaqla. 360-ı 1-ə böləndə, 1-ə vuranda tam bir dövrə alınır. Deməli, bu 1 dərəcə, 1 dərəcə dönür. Bir də çevrəni çəkmək üçün belə də yazırlar. Təkrarlanı 36 dəfə verirlər. Dönmə bucağına 10 dərəcə. Sağa və yaxud sola fərqi yoxdur. Aha, bəli, təkrarlanan 36, sağa 10 dərəcə verəndə də eyni fiquru çəkmiş olur. Düzdür müəllimlər. Sonra 19-cu sualda aha, təkrarlı 15 və 5 var. Təkrarla 3, təkrarla 5, irəli 100, sağa 70, sağa 45 komandasında sağa 70 neçə dəfə təkrarlanacaq? Deməli, müəllimlər, birinci təkrarla 3-dür. Yəni dövrün daxilində dövr var, mürəkkəb dövr. Birinci dəfədə, bu birinci təkrarlada 3 dəfənin ilkində biz 5 dəfə bunu yerinə yetirməliyik. 5 dəfə. Və 5 dəfə sağa 70 yazılır. Deməli, burada 5 dəfə yazılır. Təkrar 1-də qayıdır axı.
İkinci təkrarlayır. İkinci təkrarlamada bu hissəni bir də 5 dəfə təkrarlayır, bitəndən sonra sanki bu sərbəstə keçir. Onda 5 dəfə yenə sağa 70 olur. Üçüncü dəfədə bir də sağa 5 dəfə 75 dəfə təkrarlanır. Yəni elə 3-ü 5-ə vururuq. Burada ümumi 15 dəfə təkrarlanmalı. Bu hissəni 15 dəfə təkrarlamışam. İlginci aydındır. Yox, 5 bucaqlı olmur. Çünki burada təkrarlanmanın sayını dönmə bucağına vuranda 360 eləmir, 350 eləyir. Tam bir dövrə alınmır. Yaxşı müəllimlər, bəs bu sualda sağa 45 neçə dəfə təkrarlanır? Sağa 45 komandası neçə dəfə təkrarlanır? Bəli, müəllimlər. Sağa 45 komandası 3 dəfə təkrarlanır. Yəni biz bunu while formasında yazsaq, belə yazaq. Təkrarla, təkrarla 3 dəfə. Sonra daxilində təkrarlanmanın daxilində bir də təkrarlanma var. Biraz orta hissədə yenə təkrarla 5 dəfə. Nəyi? İrəli 100. Düzü belə yazılmır. Sadəcə Python oxşatmaq istəyirəm ki, başa düşək. İrəli 100, sağa 70. Yəni təkrarla 5 dəfə bu iki komanda 5 dəfə təkrarlandı. Bunlar bitəndən sonra sağa 45-ə baxılır. Yəni bu hissədə sanki bir sərbəst verilib. Sağa 45. Yəni 5 dəfə bu bitəndən sonra dövrdən çıxır, sərbəstə baxır sağa 45, təkrar bir də dövrə qayıdır. Onda bu sağa 45 əmri bu təkrarlanmadan asılıdır. Buradakı təkrarlanmadan asılı deyil. O zaman 3 dəfə təkrarlanma varsa, daxildəki sağa 45 əmrinə də 3 dəfə baxacaq. Düzdür müəllimlər? 3 dəfə. Sonra müəllimlər 20-ci sual. Necə uyğunlaşdırıbsınız 20-ni? Deməli, B-yi C-də var, D-də var. Baxaq. Birinci eksi, bir də com var idi. Bu icra olunan fayldır. 1-ə olur B variantı. PPTX, bir də PPT var. Bu PowerPoint təqdimat proqramıdır. 2 olur Y variantı. AVI, sonra müəllimlər hansılar idi? Video faylına aiddir. AVI-dən başqa. Deməli 1-ə B, 2-yə Y, 3-ə D. Ardıcıllıq belədir. Bəs videoya aid olan başqa hansı fail genişlənmələri var idi? Biri AVI. O birlər. Aha, bəli. MPG, MPC, bəli müəllimlər. FLV, FLV düzdür. Bəli, MP4-də var idi. Word-da var idi. Bəli müəllimlər. Bunlar aiddir video faylına. Yaxşı müəllimlər. Bəs səs faylına nələr aid idi? Səsə aid olan genişlənmələr hansılar idi? Aha, bəli müəllimlər. Bax, aha, MP3 düzdür. AI yox, AIFF. AIF. Bəli, AU var idi. MIDI var idi. Düzdür müəllimlər. Bunlar aid idi səs faylları. Düz. Bəs sonuncu nə qaldı? Mətn. Mətn faylı hansıdır?
Bəli, müəllimlər. Mətnə aid idi. Doc, docx, txt, aha, bəli, bir də RTV. Düzdür, müəllimlər. Bunlar aid idi mətn faylı. Deməli, bu sualda 1-ə oldu B, 2-yə Y, 3-ə də D variantı. Düzdür. 21-ə nə yazıbsınız? 21-ci sual. Aha, hər kəs eyni variantı yazır, eyni qiyməti yazır. 1, 4 dənə 0, 1, 1, 0. Tamam. Burada müəllimlər sütun şəklində yazıb toplayırıq. Çətin gələrsə, tez onluğa çevirin. Toplayın, onluqdan içiliyə də qaytara bilərsiniz. Sütun şəklində yazsa, deməli 1, 1, 0, 5 dənə də 1. İkilikdədir. Üstə gəlsin bunlar. İkilikdədir. Birin üstə bir gələndə 2. Çaşdırmaq üçün variantlara 2 də yazacaqlar. İkilik say sistemində 2 yoxdur, yalnız və 0-dır. 1 ilə 1, 2. 2-nin daxilində neçə 2 olduğuna baxaq. 2-nin içərisində 1 dənə 2 var. Çıxırıq 0. 0 yazırıq 1 yadda. Bu 1 yadda. 1 ilə 1, 2. 1 də yaddaydı, oldu 3. 3-də neçə 2 var? 3-də də 1 dənə 2 var. Çıxanda 1 qalır. 1'i yazırıq. Buradakı 1 yadda. Birin üstə 1 gəndə 2, bir də yadda yenə 3, yenə 1 yazırıq 1 yadda. 1 ilə 1, 2, bir də yadda 3, yenə 1 yazırıq 1 yadda. 1 ilə 0, 1, üstə də 1 gəndə 2. 2-də də 0 yazırıq 1 yadda. 0 ilə 1, 1 alınır. 1 də yaddaydı, olur 2, yenə 0 yazırıq 1 yadda. 1 də yaddaydı 2, 0 yazırıq 1 yadda. 1 də yaddaydı 2, yenə 0 yazırıq 1 yadda, yaddanı da əvvəl atırıq. Bəli, belə bir nəticə alınır, indeksində də 2. Düzdür. Ya da onluq say sisteminə çevirib ikiliyə də qaytara bilərsiniz. Amma daha rahat olar ki, elə sütun şəklində yazasınız. Sonra müəllimlər 22-ci sual. X-i necə tapıbsınız? Bu da asan suallardan biridir. Aha, 7 yazırsınız. Bəli, müəllimlər. Hər tərəfi onluq say sistemində yazılmalıdır. Sol tərəf onluqdadır. Onda sağ tərəfi də onluğa çevirək. Digər say sistemlərindən onluğa keçdikdə açıq yazılış üsulundan istifadə edirik. Deməli, 5 vur x kübik 5x plus 3 vur x üstü 0 da 3 bərabərdir 38-ə. Və x-i də tapanda olacaq 7. Düzdür. Cavab olur 7'li say sistemində. Sonra müəllimlər 23-cü sual. 23-də hansı növ alqoritmə aiddir? Aha, xətti və dövrü var. Demək, müəllimlər qeyd etmişdim, əgər parçada addım varsa, parça varsa, bu dövrə aiddir. Çünki müəllimlər y bərabərdir 4x kvadratı bölünsün x kvadratı plus 2-ni x-in yerinə bir dəfə -5 yazır. Yazır 4 vur -5-in kvadratı bölünsün və s. digərləri. Sonra bunu hesablayır, bir cavab alır. Sonra keçir x-ə -4 yazır. Çünki x qiyməti burada -5-dən müsbət 15-ə qədər bu aralıqdakı qiymətləri alır. Yəni bir dəfə -5 yazılır, -4 yazılıb hesablanır, -3, -2, ta 10, 11, 14, 15-ə qədər. Deməli, bir məsələni burada 21 dəfə dövr var. 21 dəfə yerinə yetirir. 21 dəfə yerinə yetirsə, sözsüz ki, bu dövr alqoritmə aiddir.
Dövrü, xətti yox, dövrü. Əgər qeyd etsəydi, xətti nə vaxt olardı? Yazılsaydı, bu parça sözünü verməsəydi. Baxın, bu olmasaydı. Yazsaydı ki, y bərabər 4x kvadratı bölünsün x kvadratı plus 2 hesablanması hansı növ alqoritmdir? Onu deyərdik ki, kəsr var, məxrəci sıfıra çevirən qiymət varsa budaqlanmadır. Amma burada kvadrata yüksəldib üstə 2 gəlirsə budaqlanma yoxdur, xəttidir. Amma parça verilibsə mütləq dövrdür. Yəni x-ə bir dəfə -5, bir dəfə -4, -100 ta ki müsbət 15-ə qədər o qiymətlərin hamısı verilib hesablayırlar. Deməli, bir məsələni bir neçə dəfə yerinə yetirirsə, bu olur dövr alqoritmi. Sonra müəllimlər sual yoxdursa 24. 25-ci sual müəllimlər, baxın, keçən ilin sertifikasiya sualı. Kanalda, YouTube kanalında paylaşmışam. Eyni sualdır. Sadəcə şərtini bilmədim necədir. Müəllimlər atdığında yazırdı nəticəni müəyyən edin. Amma keçən ilin sertifikasiya sualında yazılmışdı ki, neçə dəfə dövr olunacaq. Dövrün gövdəsi neçə dəfədir? 24-də aya. Aha, müəllimlər A-nın müxtəlif qiymətlərini yazıbsınız. Baxaq, hansı qiymətində doğru qiymət alar. Burada A-nın inkarı, yəni not, A-nın inkarını qısaca üstə yazın. A-nın inkarı. Bu vurma işarəsi vurulsun. B üstə gəlinsin. Bu da C-nin inkarı. Əlbəttə, müəllimə, bunun daha yaxşı yolu odur ki, variantlarla baxasınız. Bir nəticə nə vaxt doğru olar, yəni nə vaxt 1-ə bərabər olar. Burada əvvəlcə inkarlar tapılır, sonra mötərizənin içərisi, ən sonda vurma əməli yerinə yetirilir, cavab 1-0. Onda vurmada cavab 1 olması üçün hər tərəfi 1 olmalıdır. Bu tərəfin 1 olması üçün A-nın yerində hökmən 0 olmalıdır. Çünki 0-ın inkarı 1 verir. Vuruğun biri 1 oldu. Digər vuruğu 1 almaq üçün toplamada nə vaxt 1 olur? Sanki yazılıb B, or, C-nin inkarı. Orada bir tərəf düz olsa düzük daxil. Yəni toplamada bir tərəfi 1 olsa bəs edir. Məsələn, B-yə 1 verək. C-yə nə istəyirsiniz yazın. Ya 0 yazın, ya da 1 yazın, fərqi yoxdur. Sonra, məsələn, B-yə 1 verək, C-yə bayaq 0 yazmışdım. İndi C-yə 1 verək. 1 yazanda 1 ilə 1-in inkarı 0. 1 ilə 0-ı toplayanda 1, 1-i də 1-ə vuranda 0-ın inkarına vuranda 1. Sonra müəllimlər, bir də A bərabər 0 olsun. Bu tərəf mütləq A-ya 0 olmalıdır ki, inkarı 1 versin. Bir də bunların hər ikisini deməli, birinci tərəfin yanlış, B-nin qiyməti bu dəfə 0 olsun. C-nin qiyməti də 0 olsun. Bu variantlarda bu üçündən hansını görsəz düzdür. Neçə halda doğru qiymət alar desəydi, deyərdik 3 dəfə. 3 üsulla yazılsa, nəticə doğru olur. Parça alsaydım. Bəli. Bir dəqiqə, sizin yazdığınız baxın. Bəli, Fatimə müəllimə düzdür. Düz. Bəli, o üsulla yazmaq. İndi variantlarda ola bilər. Bunlardan biri olsun. Hansı qiymətində deyəndə bunlardan biri variantda olmalıdır. Yaxşı olar ki, variantla yoxlayasınız. Yəni tapa bilməsək. Variantdan yoxlayaq deyəndə hər dəfə 5 variantı yoxlamayaq. Bu üsulla təhlil edirik ki, ən sonda vurma əməlidir. Gərək hər iki tərəfi 1 olsun ki, biri 1-ə vuranda 1 eləsin. Onda A-nın yerinə 0 yazılmalıdır. Mütləq hər dəfə 0-ın inkarı 1 verir. 1 yazsaq, 1-in inkarı 0 verir. 0-ı da nəyə vursaq 0 alınır. Doğru deyəndə 1, yanlış deyəndə 0 istəyir. Sol tərəfdə 1 olmalıdır. Sağ tərəf daha doğrusu. Toplamanın da qiyməti nə vaxt 1 olur? İki tərəfdən biri 1 olsa düzdür. O üsullarla da yazanda bu üç halın hansı variantda varsa onu seçir.
23-cü sualda parça olsaydı, məxrəc x kvadrat olsaydı yenə dövr olardı. -15, 5 parçasında deyirsiniz. Bir də dəqiqə, onda necə olardı? Baxaq. Əgər y bərabər 4x kvadratı bölü x kvadrat olsaydı, yenə mi dövr olardı? Bəli, müəllim. Yenə dövr olardı. Amma burada dövrdə də şərt olur axı. Dövrdə şərt olur. Biz dövrlə budaqlanma qaydasında, budaqlanmada deyirik şərtdən asılı olaraq iki istiqamətdən biri seçilir. Dövrdə isə deyirik şərtdən asılı olaraq bir qrup əməliyyat təkrarlanır. Məsələn, belə olsa, onda x -5 burada x 0 ala bilməz. -5-dən 0-a qədər qiymət verir. Əgər soruşur ki, x bərabərdirsə 0-a, həlli yoxdur. Əks halda hesablasın. Tutaq belə yazmaq olar. -5-dən -15-ə qədər. Bu blok sxemini necə qurmaq olar? Başlanğıc bu heç. -5-də başlasın 15-ə qədər. Məsələn, bir A-nın qiymətinə -5 yazaq. -5 və bu -5 nə qədər ki 15-dən kiçik bərabərdir. -5-in əvəzinə də A yazırım. A kiçik bərabərdir 15-dən, hə deyib düşsün. Bəs hə deyəndə neynəsin? Sual versin ki, bir dəqiqə burada x yazılıb. Yəni bunu x edin. Sual versin ki, indi burada x-in ala bilməyəcəyi bir qiymət var. Hansı ki 0 qiymətidir. Sual versin ki, x bərabərdir 0-a. Əgər bu şərtə hə desə, çap eləsin ki, həlli yoxdur. Həlli yoxdur. Əks halda, yəni yox deyəndə də bunu hesablasın. Düzbucaqlığın içərisində y bərabər 4x kvadratı bölünsün x kvadratını hesablasın. Və müəllimlər bunlar birləşib təkrar yuxarı qayıdır. Və x -5-dən biz bunu bura birləşdirsək, x yenə -5 olur axı. Sonra -4, -3 almır. Onda bu dövrə çatmamış x-in qiymətini bir vahid artıraq. X plus 1 bu şəkildə. Və son. Məsələn, burada y-in qiymətini istəsə, bu hissədə də y-i çap eləsin. Y hesabladı mı, həmin y-in qiymətini çapa göndərsin. Belə yazmaq olar. Burada 1 plus 1 yazın, x kvadratlar ixtisar etməz. Belə yazmaq olar müəllimlər. Yəni, budaqlanmada da şərt var, dövrdə də şərt var. Amma parçada hansısa qiymətlər alırsa, deməli, parçada bir neçə dəfə dövr var. Olur dövr. Parça sözünü deməsəydi, bu yazını budaqlanma götürə bilərdik. 10-cu suala yazardım qrafını. 10-cu suala. 10-cu suala aid nümunə göstərdim. 7-ci suala aid nümunə göstərdim. Onun qraf şəkli yoxdur məndə. Bir dəqiqə görüm müəllimlərin atdığında varmı? Hə, var müəllimlər. 10-cu suala aid belə bir qrafdır. Deməli, A təpəsindən B təpəsinə bir dəqiqə.
Hə, deyəcəm, məlumat üstədə deyəcəm. Deməli, şərtdə A şəhərindən ki, A şəhərindən bura, J-yə. Baxın bu hissəyə, J-yə. Bir dəqiqə, bir də yoxlayım, səs çəkim. Aha. Deməli, müəllimlər, sual belədir. A şəhərindən J şəhərinə neçə müxtəlif yolla gəlmək olar? Yenə müəllimlər, ilk başdan çıxanlara 1 yazırıq. İndi burada biraz oxlar sanki bura gəlir də buradan fırlanır, qayıdır. Tərs necəcə. Normalda sona gəlirdi, amma bu hissədə bura gəlir. Ox belə göstərir. İlk başdan çıxanlara yenə 1 yazırıq. Qayda bayaqçı qaydadır, dəyişmir. Məsələn, burada müəllimlər B-ni çıxanı tapa bilmərəm, bunu yazmamışam. C-yə gələnlərə baxaq. C-yə bircə dənə ox gəlir. C-dən çıxan bu til, buradakı til və buradakı tilə 1 yazırıq. C təpəsi bu C eləyimdə yaxşı. Bura. Bu təpəyə gələn nöqtələrin sayı, yolların sayı. Sonra müəllimlər H-a gələn bir buradan, bir buradan, 2 dənəsi. H-dan çıxanlara 2 yazır. F-ə gələni tapa bilmirəm, çünki bunu hələ nömrə eləməmişəm. Sonra I-yə gələn, baxın I təpəsinə gələn bir ox buradan gəlir, ikisi buradan gəlir, cəmi 3. I-dən çıxanların hamısına 3 yazır. F-ə daxil olan 2, 3, cəmi 5-dir. F-dən çıxana da 5 yazır. Sonra müəllimlər D təpəsinə daxil olur, B-yə daxil olur, bir buradan, bir də buradan. İkisi gəlir. B-dən çıxanlara 2 yazır. D-yə daxil olur biri, buradakı da 2 yazılır. 1 ilə 2, 3. D-dən çıxana 3 yazıram. İndi burada müəllimlər bu hissədə, baxın, E-dən çıxanı tapa bilmərəm, çünki hələ bu işarələnməyib. Burada göstərir ki, bu belə gəlib fırlanır. Amma bu hissədə, baxın, gəlib bu hissədən də qayıda bilər. Onda necə edək? Deməli, burada K-ya neçəsi gəlir? K-ya 3 yol buradan, 5 yol da buradan. K təpəsinə 8 yol gəlir. K-dan çıxanlara 8 yazsaq, deməli, K-ya 3-ü buradan, 5-i də buradan, 8-i daxil olur. K-dan çıxanlara 8 yazsaq, neçəsi gəlmiş olur J-yə? Bir dəqiqə 8. Hə, Buraq E təpəsinə 8 yol buradan gəlir. E-dən G-yə 11. Hə, bəli, 8 ilə 3, 11. Düzdür, mən bunda toxuyum. Düzdür, E-dən bu 8, bu da 3, bəli, 11-i gəlir. G təpəsinə ümumi 11 yol buradan, 2 yol buradan, 3 yol buradan və bu ox da ora gəlir, 8 yol da buradan. 11, 8, 2, 3. Toplayanda neçə alınır? 19, üstə də 5 yəndə 24. Bəli. 24 müxtəlif yolla gəlir. Düz. Yəni oxun istiqaməti çaşdırmasın. Burada bu fırlanıb belə də davam edə bilər də. Buradan da hərəkət edəndə J-yə çatır. Cəmi olur 24 yol. 10-cu sualda. Şəklini əlavə edəcəm digər bir şəkildə qalıb gözümün. Biləməmir. Yəni, burada müxtəlif yolların sayı tapılsın deyəndə ilk başdan çıxanları bir olaraq nömrələyirik. Sadəcə bu tip sualların mənfi cəhəti odur ki, gərək vərəqə köçürək. Dəf yazdım, harada? 8, 3, 5. Hə, hərflər təxmini düzdür. Şəkilə baxdım, şəkildə hərflər qarışıq idi. Təxmini yazdım.
C-ni burada göstərir orta hissədə. Onu qeyd elədim. C dəyişənin C təpəsini belə yazdıq müəllimlər. Baxın burada B hərfini yazıblar. Bu A hərfidir. Burada J idi. Sonra bu E hərfidir. K'dır. Bunu düz yazmışam. Burada İ hərfi yazılır. Burada Ə hərfi göstərir. Bu D hərfidir. Buradakı B'dir. Bu K belə bir hərflərdir. Burada da C belə bir hərfdir. Bəli, əsas odur mahiyyəti düz olsun. Yəni harda bitməyini bilin. Bəli, əsas odur. Üsulunu bilsəz müəllimlər, hərfi indi qarışıqdır orada. Ona görə qeyd etmədim. Tamam, belə müəllimlər. Yəni ilk başdan çıxanlara 1, sonra da neçəsi daxil olursa o qədər də sayla yazırıq. Bu sualda müəllimlər onu da göstərim. Əgər, əgər belə yazılsaydı, bax bu da J-dir. Yazılsaydı ki, A-dan K-ya neçə müxtəlif yol var. Buradan K təpəsinə, bura. Mən az əvvəl yazdım J təpəsinə, indi bu deyir K təpəsinə. Elə sual olsa necə eləyərik? Bizə lazımdır ki, A-da başlasın da K-da bitsin. Da K-dan sonrakılar lazım deyil. Çünki K-dan sonra gələndə E-yə çatır, bu K-da bitmiş olmur axı. Hansı yollardır ki, A-da başlayıb K-da bitir? K-da dayanan bu iki yoldur. Gəlir burada da dayanır. Bundan sonrakılar onda lazım deyil. Yəni K-da bitmir axı, sonra da davam edir. Məsələn, bu yol lazım deyil. Çünki bizə lazımdır ki, K-da dayansın. Sonra müəllimlər, bu yol lazım deyil. Çünki bu yol belə gəlsə, beləsini hərəkət edə bilmir, ox icazə vermir. Belə də gedə bilmir. Onda bu yol da lazım deyil. Nəticədə bu iki qövslər havada qalır sanki. Gəlir burada dayanır, oradan kaya necə gedəcək? Onda bunlar da lazım deyil. Sonra bu yol da havadadır. Çünki o kayla bağlantısı yoxdur. Onu da silirik. Avtomatik buradakılar da silinir. Çünki bu iki yol AD və BD yolları da lazım olur. Yəni K-da bitməyini istəyərsə. Sonra müəllimlər, bu iki yol da lazım deyil. Çünki bunlar B-yə gəlsə, B-dən necə K-ya gedəcək yol yoxdur axı. Bunları sildik. Ondan sonra başlayıb nömrələyirsiniz. 1, 1. C-yə 1 gəlir. C-dən çıxana 1 yazırıq. H-a 1, 1 ikisi gəlir. H-dan çıxana 2 yazırıq. C-yə bayaq 1 gəlirdi. C-dən çıxanın hamısını 1 yazır. Sonra i-yə gələn 1, 2, 3-dür. i-dən çıxanlara da 3 yazır. F-ə gələn 2, 3, 5-dir. F-dən çıxana 5 yazırıq. K-ya gələn 3 ilə 5 cəmi 8 yol deyərik. Yəni buradakını yox, bu sonu istəyərsə, da K-da bitsin deyirsə, K-dan sonra çıxanlar lazım deyil. K-da dayanmalıdır. Lazım olmayanları silib, yerdə qalanları nömrələyirsiniz. Bu tipdə sual ola bilər. Yaxşı müəllim. Sonra davam edək qaldığımız yerdən. Deməli, 25-ci sonuncu sual qaldı. 25-ci sual proqramın nəticəsini müəyyən edin. Neçə alıbsınız? Həm nəticəni deyin müəllimlər, həm də dövrün sayını deyin. Neçə dəfə dövr edəcək və cavab neçədir? Nəticə neçədir, dövr neçədir?
Aha, bəli, dövrün sayı 3 dəfədir. Çünki for in range, for dövrün sayı əvvəlcədən məlum olan dövrdür. Sayğaclı, modifikasiyalı dövr də adlandırılır. Bəli, 3 dəfədir. Birinci gələn başlanğıc, ikinci gələn son, üçüncü isə addımı göstərir. Yəni i dəyişəni 2-dən son qiymət heç vaxt götürülmür. 2-dən 7-yə qədər 2 artır. 2, 4, 6. Hər biri artdı. Keçən ilki sertifikasiyada dövrün gövdəsini istəyirdi. Neçə dəfə təkrarlanır? 3 dəfə. Şərti mütləq oxuyun müəllimlər. 3 dəfə. Amma bu sualda nəticəni müəyyən edin yazır. Deməli, i-nin 2 qiyməti ilə daxil olur. T-ni 2-yə vurur. Burada da diqqətli olun. T-ni 2-yə vur deyir. I-ni yox. T 1-dir. 1-i 2-yə vurur. Olur 2. Təkrar dövrə qayıdır. I-nin 4 qiyməti ilə 1 də daxil olur. Yenə deyir T-ni 2-yə vur. T 2-dir. 2-ni 2-yə vurur 4. Sonra i-nin 6 qiyməti ilə 1 də daxil olub. Yenə t-ni 2-yə vurmalıdır. T 4-dür. 4-ü 2-yə vurur 8. Sual yaranır ki, bəs buradakı iləri niyə yazıblar? İləri müəllimlər dövrün sayına görə. Yəni buradakı ilər belə deyim boş-boşuna dayanmır. Neçə dəfə dövr etməyi i-dən asılıdır. Düzdür, məsələdə tətbiq etmirik, i-ni nəzərə almırıq. I-ni burada nəzərə alırıq ki, neçə dəfə t vurulsun, 2-ni hesablamaq lazımdır. Sonda t-ni istəyir, t-nin son qiyməti 8-dir. Belə müəllimlər, növbəti dərsdə mən sizə bir sınaq göndərəcəm. Yəqin ki, mövzu sınağı olar, ya ümumi sınaq yenə ataram, ümumi təkrar edərik. Onlayn sınağı olacaq. İmtahandakı kimi keçən dəfə atdığım şəkildə vaxtla bitəndə nəticələr görünəcək. Sınağı işləyərsiniz, gələn dərsdə ona uyğun testlərə baxarıq. İndi baxacağım, sınaq az olsa, yenə dimdən ya Koderadan təkrar bir mövzu ataram, onu işləyərsiniz. Tamam. Oldu müəllimlər. Bugünlük bu qədər. Sağ olun. Gecəniz xeyrə.